Tbilisidə Persona 2025 mükafatlandırma mərasimi keçirilib. Tədbir çərçivəsində təhsil, tibb, mədəniyyət və digər sahələrin nümayəndələri mükafatlandırılıb. Mükafatlandırılanlar arasında Azərtacın Gürcüstandakı xüsusi müxbiri Xətai Əzizov da var. Xətai Əzizov xarici ölkə jurnalistləri arasında Persona 2025 nominasiyası mükafatını alıb. Bilirsiniz ki, ənənəvi olaraq Gürcüstanda hər il ictimai həyatın müxtəlif sahələrində tibb, səhiyyə, mədəniyyət, elm, eləcə də jurnalistika sahəsində fərqlənən, xüsusilə seçilən şəxslər mükafatlandırılır. Onlar münsiflər heyəti tərəfindən onların fəaliyyətinə qiymət verilir və onlar ilin adamı nominasiyasının qalibi olurlar. Bu il keçirilən nominasiyada da, bu il keçirilən seçkilərdə də nə xoş təsadüf ki, xarici jurnalistlər arasından Azərtac seçilib və Azərtacın Gürcüstan üzrə xüsusi müxbir olaraq mən seçildim. İyun ayında münsiflər heyəti ilə görüş oldu. Bu görüşdə bir daha bizim ilin adamı seçilməyimiz məsələsi, nominasiyası təsdiq olundu və dekabrın 7-sində bu mükafatlar bizə təqdim olundu. Mən hesab edirəm ki, bu mükafat mənə verilmir. Bu mükafat mənim təmsil etdiyim quruma Azərtaca verilib. Bu eyni zamanda Azərbaycan-Gürcüstan dostluğuna verilən, Azərbaycan-Gürcüstan qardaşlığına verilən bir mükafatdır və mən buna görə də təşkilatçılara, sizlərə, media mənsublarına, məni bu ada layiq görənlərin hər birinə özlərinin təşəkkürümü bildirirəm. Onu da qeyd edeyim ki, bu mənim Gürcüstanda aldığım ilk mükafat deyil. Bir neçə il bundan qabaq Gürcüstan Jurnalistlər Birliyi tərəfindən də Gürcüstanın əməkdar jurnalisti adına layiq görülmüşdüm. Demək olar ki, bu mənim artıq Gürcüstan həyatımda yaşadığım ikinci bir şok oldu. Yəni, gözləmədiyim halda mən bilmirdim ki, bizim fəaliyyətimiz belə dəqiq izlənilir. Bizə deyəndə ki, mənə şəxsən deyəndə ki, biz Azərtacın səhifəsini izləyirik və sizin xəbərlərinizi izləyirik. Siz öz xəbərlərinizdə, reportajlarınızda əsasən Azərbaycan-Gürcüstan dostluğunu tərənnüm edirsiniz, təbliğ edirsiniz və bu da bizim tərəfimizdən yüksək qiymətləndirilir. Mən həqiqətən çox sevindim. Çünki yenə təkrar edirəm, bu təkcə mənə Xətai Əzizov olaraq mənə verilən mükafat deyil. Bu, Azərbaycan Dövlət İnformasiya Agentliyi Azərtaca verilən bir yüksək qiymətdir. Mən sizə bir daha və təşkilatçılara, bu nominasiyanı düşünənlərə, məni bu mükafata layiq görənlərə bir daha dərin təşəkkürümü bildirirəm.